Sabahınız xeyir olsun. Bugün İstanbulda 4-cü günümüzdür və yenə də bir vlog başladıram. Ümid edirəm ki, maraqlı bir gün olar. Ətrafdan da gördüyünüz üzrə hər yer sudur, çünki dünən axşam yağış yağıb. Amma hava o qədər də soyuq deyil. Bu günü alışverişə ayırmışıq, çünki hava yağışlıdır, yəni gəzmək o qədər də əlverişli olmayacaq. Vapurdan sonra sorsaz ki, ən sevdiyin nəqliyyat hansıdır? Yəqin ki, tramvay deyərəm. Çünki olduqca istədiyin yerə tez çata bilirsən. Bir dəqiqə ətrafı sizə göstərmək istəyirəm. Hal-hazırda biz ərazi olaraq keçirik Sultanahmet, Ayasofya tərəfdən və demək olar ki, bütün istiqamətlərə gedən tramvay mövcuddur. Sadəcə o Çat-Gibdir ya da Google Maps-dən baxa bilərsiniz. Deməli, bura universitetdir. Bu korpus fen fakültesidir, bu isə diş həkimliyi fakültesidir. Deyəsən, burada həkimliklər də ayrı-ayrı belə fakültələrə bölünür. Ümumilikdə binası və ərazisi çox böyükdür. Ətrafda belə görünür. Bu arada burada İstanbul Üniversitesi Fen Fakültesi. Burada çox böyük bir ərazidir, baxın. Bu arada deməli, burada bizim yəqin ki, ən çox xərcimiz yol xərcidir. Çünki taksilər çox bahadır, amma nəqliyyat da bahadır məncə Bakıya görə. 42 TL-dir bir gediş və siz təsəvvür edin ki, 100 TL 4 manatdır, hə? Təxmini. 100 TL 4 manatdır və siz 100 TL-yə sadəcə 2 dəfə gedirsiniz, üçüncüsünə minə bilmirsiniz. Biz tək avtobusa gün ərzində 20 manat verir. Hə, tək avtobusa yaxşı gəzmək istəyirsə gün ərzində bir 20 manat fikirləşin. Bu da bir həftə gəlirsənsə 140 manat, 150 manat eləyir. Vapuru falan sayanda da 200 manata gəlib çıxır da, yəni. Ona görə də yol xərci də biraz pahalı. Burada avtobuslar da sarıdır, taksilər də sarıdır. Deməli, bu arada hər yerdə pişik var. İndi görmüyor bu pişik. Burada pişiklərə o qədər yaxşı baxırlar ki, yəni pişiyə o tərəfə git deyə bilməzsən, sırası adamı bilirsin eynirlər. Qıraqdan parçalayarlar, yaxşı da eləyirlər. Nəysə, bilmirəm bunu daha öncəki vloglarımda göstərmişəm ya yox. Burada bütün astanovkalarda belə bir monitor var və bütün avtobusların gəlmə vaxtları dəqiqliklə yazılır da. Yəni, misal üçün burada 4 dəqiqə yazsın, 6 dəqiqəyə gəlsin, yox. Əgər 6 dəqiqəyə gələcəksə, vaxt bir müddət sonra dəyişir və avtomatik 6 dəqiqəyə keçir. Ona görə də burada bir də avtobuslar çox sürətli gəlir deyə. Mən hələ ki, bəlkə də mən çox, necə deyirlər, türkcə demiş, kalabalık vaxta düşməmişəm, amma mən burada heç bir avtobusun belə tam dolu-dolu olduğunu görməmişəm hələ ki. Və ağzına qədər dolu olsun, minə bilməyək falan, belə şey yoxdur. Deyəsən, alışverişə getdiyimizi dedim, amma hara getdiyimizi demədim. Biz böyük bir AVM-ə gedirik, hansı ki, mənim həmişə gəlməyi çox istədiyim bir AVM-dir bura. Venesiya AVM, hansı ki 100% TikTokda ya da Instagramda görmüsünüz, bu su hövzəsi olan və içərisində qayıqların gəzdiyi AVM-dir. Amma yolun yarısını mənim yadıma düşdü ki, axı bu gün hava yağışlıdır və orada qayıq yəqin ki sürülməyəcək, minə də bilməyəcək. Kəmran demişdi ki, heç olmaz, bir dəfə də günlük günəşli vaxtı gələr, amma mən təbii ki inanmamışdım. Çünki yol o qədər uzaq idi ki, mən bir də ora getmək istəyəcəyimi, nə də Kəmranın aparmaq istəyəcəyini düşünməmişdim. Sırf şəkil videoya görə ya da o qayığa 5 dəqiqəlik minməyə görə. Elə də oldu. Mən bu səsi yazanda artıq biz istirahətdən gəlmişik və getmədik, təəssüf ki, amma heç olmaz, növbəti səfərə inşallah. Və burada qəbirstanlığın qabağına keçirdik. Mən buradan qəbirstanlığı indi fikir verdim ki, pomada vurmamışam. Mən də pomada vurmağı tutmuşam, nəysə. Mən burada qəbirstanlığın qabağına keçirdik. Kəmran yoldaşım Dala kəndidir. Deyir ki, görəsə mən harada istəyərəm bastırılmaq. Rəhmət ediləndə də. Mən də dedim ki, təbii ki, ailə, uşaqların orada bastırılmaq istəyərsən ki, ziyarətlər gəlib getmək olsun da. O da qayıdıb deyir ki, deyirəm ki, deyirəm, Balakənə bastırılsan, orada heç kim gəlib səni ziyarət eləməyəcək istərsəniz. Amma burada bastırılsın, heç biz uşaqlarla mən gəlib ziyarət eləyərəm. Bayaqda məni öldürür. Veneziyaya gəlmişik. Bura böyük bir AVM-dir, belə. Girişi də elə buradandır. Yağış da başladı, elə tam vaxtına çatmışıq. Elə girən kimi belə bir yazı və eskalatordan aşağı düşür. Görə aşağıda nə var? Aşağıda mağazalar var.
Burada belə Bakıda yarmarkada olur. Şəkil çəkdirmək üçün belə bir yer var. Burada neçədir görən? Qiymət yazılmayıb. Tamam. Aşağıda daha çox kosmetika mağazaları hələ ki görürəm. Burada belə paltar mağazası var Maraton adında. Belə bir şey var. Kofe. Şokoladlı o. Bu da deyəsə sütlü şokoladlı. Nə qəribə görünür. Elə bilə çaxmırmış kimi. Orada LCY2. Baxın immunity. Ay nə gözəldir. Çox gözəl görünür. Ümid edirəm kameranı ayrı tutmuram. Çox qəşəng görünür. Gəzək görək nə var nə yox. Bura həm də girişdəki yazıdan da başa düşdüyünüz kimi outlet sayılır. Yəni ki, markaların outlet geyimləri burada mövcuddur. Wow, endirim yox idi, amma Bakıdan yenə də münasib idi. İndi isə Nike mağazasına girmişik. Bol çeşid var, qiymətlər var idi də. Belə göstərə bilərəm sizə. Məsələn, bunlar endirimdə olan məhsullardır. Yenə də belə ayaqqabılar çoxlu var. O tərəfdə sport geyimlər var. Bunların da qiyməti bu formadadır. Belə bir sadə jaket var. Qiymətinə baxaq. Qiyməti belədir. Deməli, mən indi Eve adlı bir yerdəyəm və belə balaca boy çantalıq kuru şampuan və balaca boy çantalıq bir saç lakı var. Çox şirindir. Mən də saç lakından bir dənə götürürəm, çünki mən saçlarımı yığanda lakdan istifadə edirəm. Deməli, bugün artıq bizim əvvəlində qeyd elədiyim kimi 4-cü günümüzdür və biz bu 4 gündə həqiqətən də çox möhtəşəm istirahət elədik. Gəzmədiyimiz yer qalmayıb, çox az bir yer qalıb. Çox az bir yerlər qalıb gəzmədiyimiz və həmin yerlərdə gəzəcəyik inşallah. Ümid edirəm ki, ümumiyyətlə çox yaxşı bir tətil olar, çünki hələ kərşi ürəyimizdədir. Belə. İndi isə LCY2-yə gəlmişik. Bura onların valiz satılan yerləridir. Boyun yastığı, valizlər, çamadanlar var doğrusu. İndi isə qalxırıq böyüklər üçün kişi və qadın geyimlərinə. Bura isə kişi və qadın geyimləridir. İndi eniş necə paltar baxırıq. Əynində bir dənəsini geyinib. Baxaq görək necə yaraşıb, yaxına gəlsin biraz. Qiyməti də burada var. Deyib, bəsdir səni bəzədim, biraz da özümə baxım. Burada o qədər ehtiyatlı olmaq lazımdır ki, bunun içində pul var və gözümüzdən qoymuruq. Burada sumkamdır da, burada da mənim şəxsi şeylərim var, dəyərlilərim. Məsələn, tripodum, nə bilim, makyaj məhsullarım və s. Buradan ailə üzvlərimizə nə qədər alış-veriş elədik. Hələ bir iki dənə köynəyi indi Kamran gətirəcək. Ümumi çox yaxşı bir alış-veriş elədik buradan. Buradan karlı bir alış-veriş elədik. Bütün bəylər dediyim də bu arada atamız, qardaşımız, babamız bunlardır. Onların hamısının hədiyyələrini aldıq. Nəhayət ardından çıxdı. Kamran özünə 2 dənə köynək aldı. Bir futbolka, bir 3 düymə polo. Yekun olaraq belə. Yekun olaraq belə. Amma qiymətlər çox yaxşı idi. Yəni həm keyfiyyət həm də yaxşıdır. İndi isə Burger King-ə gəlmişik. Dediyim kimi burada ən çox bura belə məkana gəlinir. Əgər fikir verirsinizsə, burada menyuda ümumiyyətlə çeşid də olduqca boldur. Əslində ilk dəfə Dubayda da görmüşdüm ki, McDonald's-dakı menyu bizimkindən fərqlənir. Mən elə bilirdim ki, bu universal olan bir şeydir. Mən Big King, Kamran isə Whopper menyu götürmüşdü. Whopper menyu üçün ürəyim getdi. Çox dadlıydı. Belə aksesuar mağazası yerinə gəldik və buradan alış-verişlər elədik. Özümə qəşəng aksesuarlar seçmişəm. Buranın məşhur kafecisi, kafe dünyası. Əslində bura hava gözəl olanda çox qəşəng olur. Belə. Dünyaca məşhur markalar da var. Coffee shoplar, Cotton, Mango, LCY2,
Flo, yəni burada əslində çox marka var. Sadəcə olaraq düzdür, bura outlet kimi keçir, amma outlet qiymətləri deyil. Yəni normal Taksimdə nə qiymətdirsə o qiymətdir. Bəzi məhsullara sadəcə bir ədəd ölçü qalıbsa onlara endirim var. Başqa heç nə. Belə. Bu arada bu ətir yerini çox tərifləyirlər. Burada hamı buradan alır deyəsən. Çünki neçə nəfərdən eşitmişəm ki, Madda çox gözəl etirlər, parfümlər var diyorlar. Belə. İndi yağış yağır. Bu arada burada yemək bölməsi də çox genişdir. Bir izləyicim vardı, mənə Instagramdan yazıb dedi ki, Hıdı İskəndərdə mütləq İskəndər yiyin. Qaçırmayacaq bu şansı. Burada görmüşkən mütləq yiyəcəyik. Bir də Dilek pastanesi var burada. O da çox məşhurdur. Çox sevilən şirniyyatlar var orada da. Papayası da var, tavuk dünyası da var. Belə. Biraz da gəzdik, bir neçə məhsul aldıq. Daha sonra dedik ki, bu dəfə də gedib Forum İstanbula. İndi isə Forum İstanbula gəlmişik. Burada alış-veriş mərkəzidir. Böyük alış-veriş mərkəzlərindəndir. Və gedib buradan nə tapıb alırıq. Eskalatordan qalxırıq. Deyilənə görə burada 200-dən çox mağaza var. Alexavian, Swarovski, LCY2 yenə də. Sonra Bargello var burada. Jolie, De Facto. Yəni bir çox mağaza var. Evet, İstanbul'da bir Rossmann gördüm. Orada Skechers Kids var. Burada Elsie Baby, burada LCY2. Birinci mərtəbə bundan ibarətdir. Bir də burada Philips var. Belə. Növbəti mərtəbələri də çəkəcəm. Orada qabaqda da yerlər var deyəsən. Burada bir dənə Polo var. Çilek odası, Mini Center, Arman. Bunlar daha çox uşaq mağazalardır. Biraz da qarşı tərəfə keçək. Bu arada ümumi görüntüsü belədir. Çok sağ olun. Buradakı yemək yeri isə belə görünür. Burada seçimlərdə hədsiz çoxdur. Biz Hıdı İskəndərə gedirik indi. Belə də göstərim. Yenə də Burger King, Green Salad. Sonra o tərəfdə McDonald's, Usta Pideci, Baydoner və s. Deməli, çox yorulduq və indi Forum İstanbuldayıq. Səpələmişsə demişdim. Deməli, indi oturmuşuq bir izləyicimin Hıdı İskəndər adında bir yer tövsiyə eləməsi üzərinə İskəndər yiyəcəyik. Bura gələn heç İskəndər yeməmişik. Görək necə dadır. Gələr gəlməz, türklərdə bir adət var, artıq bu neçənci restorandadır görürəm. Nəsə bir şey ikram eləyirlər ki, acıqsa beynimiz sönməsin, yemək geciyərsə. Məsələn, dünənlərim getmişdik kebab yerinə, Adana, Urfa yedi. Orada çörəklə belə acılı bir əzmə gətirdilər, ikram elədilər əvvəlcədən yeməyi gözləyənə qədər. Burada da su. Keşke başqa bir şey ikram etsiniz. Nəysə, buna da şükür. Azərbaycanda belə şeylər yoxdur. Mən özümə acılı İskəndər dedim. Porsiyon olduqca böyükdür. Bu arada qiymətlər barədə məlumat vermədim deyəsən. Buradan qiymətlərə baxa bilərsiniz. Bizim götürdüyümüz 325 TL'dir. Kəmran isə belə badımcanlı götürdü. Çok sağ ol abi. Üstünə də belə tərəyağı əritdilər. Yadda da qazanla gətirib tökdülər. Biraz çox tökdülər elə bil, amma yenə də indi adına baxım görüm necədir. Belə bir eynək mağazası, qabaqda Penti. Burada belə bir uşaq mağazası. Deyəsən bu mərtəbə ümumiyyətlə uşaq mağazaları daha çoxdur. Burada Cicco, necə oxunurdu, unutdum. Sonra belə bir Mimi Store'a bənzər mağaza, Miniso tərzi. Yenə də Miniso'ya bənzəyən Yoyoso adlı bir Çin markası. Burada İpek Yol, burada Lacoste, Oysho, Zara, qabaqda Adel. Belə İpek Yola girdiyində görək nə var nə yox. Teşekkür ederiz. Və istədiyim dəri kutkanı aldım. Çox sağ ol hocam. Deməli, bugün 2 dənə AVM getdik. Biri Venezia AVM, biri də Forum İstanbul. Bu ikisini gəzdik, bir neçə məhsul aldıq. Həm yaxınlarımıza, həm özümüzə.
ümumilikdə aldığımız məhsullar çox içimizə sindi, amma hər iki AVM-də nə qədər böyük marketlər, nə qədər böyük mağazalar olsa belə istədiyimiz düşündük ki, yəqin ki, buradan o qədər əli dolu çıxacaq ki, yəni əlimizə sığmayacaq, amma elə olmadı. Az bizim yəni düşündüyümüzdə az aldıq, amma əslində çox şey almışıq. Elə AVM-də sonuncu videonu çəkəndən sonra dedik ki, yaxşısı artıq evə getmək vaxtı, çünki dəhşət çox yorulmuşdum. Hətta balaca barmağımda suluq eləmişdi, məni çox incidirdi. Gəldik otelə, biraz dincəldik, sonra dedik oturmayaq, çıxaq, biraz da gəzək. Huzurluyum. Şans bilekliyim. Burada çok bir şeyler var. Amma kefqomdular, yəni o qədər yaxşı davranıblar ki, o pişiklərə. Adamla üzbəüz gələndə əsla çəkilmirlər. Deyirlər ki, sən çəkin mənim yoluna. Belə çantalar da var. Görək bunlar. Bunlar iplə toxumadır hamısı. Əl işidir. Əl işi yox daha doğrusu. Yəqin ki, aparatla edirlər. Harmanço. Harmanço. Belə maraqlı çantalar var. Çox qəşəng hamısı, çox şirindir. Düzdür, mən belə istifadə edə biləcəyimi düşünmürəm, amma hamısı çox qəşəngdir. Maraqlıdır. Mən heç görməmişdim belə bir şey. Bura Gülhanə bazardır. Belə daha çox burada fikir verirəm, Qazaxıstanlı, özbəklər daha çox işləyir. Məsələn, bu parçalar da onları anımsatmır sizcə də. Məsələn, bayaqdan bir mağazaya girdik, Qazaxıstandan idi. Şəlalə yadıma düşdü sırası. Burada belə maraqlı sabunlar var. Burada tütsülər var. Bir də burada hər yerdə belə bir şey var. Bu nə mənaya gəlir? Heç sizə başmadım. Yəni, aksar kimi də yəqin, divan üstü falan. Bunlar cüzgülərdir. Yeni də bu pişiklərdən. Burada suvenirlər var. Belə lampalar və baharatlar. Elə bu məkanın içində də belə bir restoran var imiş. Deməli, tam otelin yanında belə bir yerə gəlmiş. Görün necə qəşəngdir. Bunların hamısı sizə nədir? Təxmin eləyən oldu. Bunların hamısı sabun. Burada yazılıb. Sirri pozduz. Nəysə, bunların hamısı sabundur. Bildiyiniz növ, çeşid və çeşid. Baxın, belə red velvet formasında. Belə. Çox qəşənglər. Oradakılara baxın. Bir də bunlar. Ay, çok qəşəng. Sabun bitene kadar keçi açılmıyor, dökülmüyor. Ben düşündüm de poşet gibi bir şey. Eniştenizde Türk dilinde çırt. Bir de dışı gerçek gün olduğu için kendine bakteri tutmuyor. Ay, çok qəşəng damısı. Hanım diyor ki. Azərbaycan deyir neden? ki, bu üstü yun olduğu için Aha. bakteriya tutmuyor. Plus istifadə olunduqca da yığılır. Yəni yuna salafan heç torba olmur? kimi dağılmır. Maraqlı. Maraqlı demiş, elə videonu burada saxlayıram. Mən sizin üçün bu qədər maraqlı videolar hazırlamağa çalışarkən, əgər hələ də mənə abunə deyilsinizsə, çox pis olaram. Ona görə də xahiş edirəm mənə abunə olun. Növbəti videolarda görüşmək üzrə. Hələlik.